Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Mən bu gün sizlərə heca, sözün sətirdən sətrə keçirilmə qaydası, bir də vurğu haqqında danışmaq istəyirəm. Gəlin vaxt itirmədən heca haqqında danışaq. Heca nədir? Heca sözün asanlıqla bölünə bilən hissəsinə deyilir. Bir sözdə neçə heca ola bilər deyə sual versək, bu fərq etməz. Bir sözdə bir heca, iki heca, üç və daha artıq heca ola bilər. Bir hecadan ibarət olan sözlərə tək hecalı sözlər deyirik. Məsələn, dram sözüdür. Hansı ki, bu bir saat var tərkibində və tək hecalı sözdür və yaxud da buna misal olaraq deyəsi olsaq, kran sözünü məsələn, kran sözü də tək hecadan ibarət olan sözdür. İki hecalı sözlər də ola bilər. Məsələn, ata və yaxud da məktəb. Bu söz isə iki hecadan ibarətdir. Üç hecalı da ola bilər. Məsələn, dənizçi, dənizçi və s. Yəni, bir sözdə müxtəlif sayda heca ola bilər. Bəs sual verə bilərsiniz ki, ay müəllim, bəs biz sözdə neçə heca olduğunu necə tapaq? Biz sizinlə saat və samitləri keçərkən onların fərqli və oxşar xüsusiyyətlərini qeyd etdik. Hətta hədəf kitabınızı gözünüzün önünə gətirin. Orada bir cədvəl var idi. Cədvəlin bir sütununda saitlərin, bir sütununda samitlərin xüsusiyyətləri verilmişdi. Oxşar və fərqli cəhətləri göstərilmişdi. Orada belə deyirdi. Sait səs hecanı yaradır, samit səs isə hecanı formalaşdırır. Əgər sait səs hecanı yaradırsa, deməli, mən sözdə neçə heca olduğunu tapmaq istəyirəmsə, mütləq şəkildə sözdəki saitlərin sayına baxmalıyam. Məsələn, kitab, xana. Gəlin bu sözdə saitlərin sayına baxaq. 1, 2, 3, 4. 4 sait var. Deməli, söz 4 hecadan ibarətdir. Kitab, xana. Və burada çox diqqət olunmalı bir məqam var. Baxın, biz fonetika mövzusunu keçəndə mən şagirdlərə, mənlə hazırlaşan şagirdlərə dəfələrlə tapşırıram. Uşaqlar, fonetika ilə bağlı olan testlərdə mütləq tələffüzə fikir verin. Bu testlər tələffüz üzərindən aparılmalıdır. Amma orada hecanı qeyd edirəm xüsusilə və həm hecanın, bir də vurğunu keçərkən deyirəm mütləq şəkildə burada tələffüz yox, yazılışa baxmaq lazımdır. Həmçinin hecada da eyni məsələdir. Hecanı da sözün, üzr istəyirəm, vurğu yox, heca, üzr istəyirəm. Hecanı taparkən mütləq sözün tələffüzünə yox, yazılışına fikir vermək lazımdır. Bəs nə üçün bunu belə deyirəm? İndi sizə ona əsaslandırmaq istəyirəm. Məsələn, mən bilirəm ki, zülm sözü bu şəkildə yazılır. Tələffüz qaydasında isə bilirik ki, iki müxtəlif cinsli tək hecalı sözlərdə iki müxtəlif cinsli samit gələrsə, o sözlərin arasına qapalı sait girir. Yəni, zülm sözü zülüm şəklində tələffüz olunur. Bu sözün tələffüzünə baxsaq, 2 sait var. Amma yazılışda 1 sait var. İndi mən deyə bilərəmmi ki, bu sözün düzgün hecaya ayrılan qaydası budur və mən deyə bilərəmmi ki, bu söz bu halda 2 hecadan ibarətdir? Qətiyyən deyə bilmərəm. Niyə görə deyə bilmərəm? Ona görə deyə bilmərəm ki, hecanı mütləq yazılış üzərində aparmaq lazım uşaqlar. Zülm sözünün yazılışında 1 sait var. Deməli, bu söz 1 hecalı sözdür, yəni tək hecalı sözdür. Baxın, buna xüsusilə diqqət yetirməyinizi çox-çox xahiş edirəm. Və yaxud da götürək saat sözünü. Bu söz 2 hecadan ibarətdir. Və bilirsiniz ki, saat sözü, yəni qoşa eyni cinsli saitlər gəldiyi üçün saitin biri düşüb, neyəcək? Digəri uzun tələffüz olunacaq. İndi mən deyə bilərəmmi ki, saat sözü 1 hecadan ibarətdir? Qətiyyən deyə bilmərəm. Çünki mən burada yazılışa baxıram. Mən faktiki olaraq da sözün yazılışında 2 saiti görürəmmi? Burada artıq fərq etmir. Bunlar eyni cinsli saitdir, müxtəlif cinslidir, fərqi yoxdur. 2 saiti görürəmmi yazılışda? Bu qədər. Deməli, bu söz
2 hecadan ibarət olan sözdür. Hecanın növlərindən danışmaq istəyirəm uşaqlar. Hecanın 2 növünü xüsusilə qeyd edəcəm. Bunlardan biri açıq heca, digəri isə qapalı hecadır. Nədir açıq və qapalı heca? Əgər həmin söz sait, daha doğrusu heca əgər saitlə bitirsə, belə heca açıq heca, yox samitlə bitirsə, belə heca samitlə bitirsə, baxın buna xüsusi fikir verin. Sözün üzərində tutmuram, hecanın üzərində tuturam. Əgər heca saitlə bitirsə, bu belə heca açıq heca, yoxsa heca samitlə bitirsə, belə heca qapalı heca adlanır. Məsələn, nümunə demək istəyirəm. Gəlin yazaq məktəbli sözünü. Məktəbli. Məktəbli sözündə baxın, məc hecası samitlə bitibdir. Təb hecası da samitlə bitibdir. Li hecası saitlə bitibdir. Samitlə bitən bu iki heca qapalı hecadır. Amma li hecası saitlə bitdiyi üçün bu heca açıq heca hesab olunur. Bu qaydanı da yadınızda saxlayın uşaqlar. Daha sonra əsas deməli olunan məqamlar bunlardan ibarətdir uşaqlar. Yəni burada belə sizi çaşdıracaq, sizə qaranlıq qalacaq bir məqam yoxdur. Bir də yenə də xatırladıram, baxın, xahiş edirəm, buna çox diqqət edin. Hecanı taparkən mütləq şəkildə sözün yazılışına baxmaq lazımdır. Nə olsun ki, biz hecanı fonetika bölməsində öyrəndik. Mən deyirəm, əksər hallarda, çox hallarda siz tələffüzə fikir verin, amma hecada bu halı pozursunuz. Hecada mütləq şəkildə sözün yazılışına baxırsınız. Testlərdə sizə əsas çaşdıracaq məqam da elə məhz bu qeyd etdim. İndi isə gəlin vaxt itirmədən sözün düzgün şəkildə sətirdən sətrə keçirilmə qaydasından danışaq. Bunu elə hecanın ardınca bunu izah etməyim tam yerinə düşəlir. Çünki sözü sətirdən sətrə keçirən zaman biz mütləq şəkildə nəyə fikir veririk? Mütləq şəkildə hecaya fikir veririk. Çünki sözü sətirdən sətrə keçirilməsi heca prinsipinə əsasən aparılır. Amma biz hər sözü istədiyimiz, ürəyimiz istədiyi kimi sətirdən sətrə keçirə bilmərik. Bəzi xüsusi qaydalar var, məqamlar var ki, bunlara diqqət etmək lazımdır. Bunlardan ilki odur, yadınızda saxlayırsınız, bir qayda olaraq ki, bir hecalı sözlər sətirdən sətrə keçirilmir. Ya onu bütöv halda sətrin sonunda yazırsınız və yaxud da bütöv halda yeni sətirdən yazmağınıza ehtiyac var. Məsələn, kənd sözü və yaxud da dram. Bunlar bir hecadan ibarətdir. Məsələn, bu şəkildə yaza bilməzsiniz. Səhvdir. Və yaxud da bu şəkildə keçirə bilməzsiniz. Qətiyyən olmaz. Bir hecalı sözlər mütləq şəkildə, yəni bir hecalı və tək hecalı sözlər mütləq şəkildə sətirdən sətrə keçirmirsiniz. Yəni bunlar ya sətrin sonunda bütöv halda, ya da yeni sətirdən yenə bütöv halda yazılmalıdır. Və bəzi qaydalar, biz abreviaturalar var, bilirsiniz ki, abreviaturalar nədir? Abreviaturalar qısaltmalardır. Məsələn, Amerika Birləşmiş Ştatlarını nə cür yazırıq? Böyük hərflərlə ABŞ və yaxud da bir də uşaqlar, bu sözün, bu ABŞ kimi oxunmur, ABC kimi oxunur. Xahiş edirəm, buna diqqət edin. Və yaxud da, məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetini qısa halda ATPU formasında, məsələn, Bakı Dövlət Universiteti budur. Baxın, bunları sətirdən sətrə keçirən zaman parçalamaq olmaz. Bütöv halda ya sətrin sonunda, ya da ki, yeni sətirdən yazmaq lazımdır. Buna da xüsusi diqqət yetirin. Məsələn, şagirdlər durub belə bir səhvə yol verirlər. Bu bizim dəftərimizdir, fərz edin. İlk sətirdən, baxın, ATPU-nu, A-nı, D-ni bura yazıb, P-nu belə yazırlar. Bu səhv uşaqlar, qətiyyən olmaz. Düzgün keçirilmə necə olacaq? Ya sətrin sonunda saxlayırsınız bütöv halda, əgər yer yoxdur, sığmayacağını düşünürsünüzsə və yaxud da yeni sətirdən yaza bilərsiniz. Buna xahiş edirəm, diqqət edək. Daha sonra diqqət olunmalı məqam nədir uşaqlar? Məsələn, bilirsiniz ki, rəqəmlərlə verilən ixtisarlar var. Məsələn, əlamətlər, sıra bildirən şəkilçilərdir. Məsələn, 7-ci sözüdür. Düzdürmü? Və yaxud da siz yazmaq istəyirsiniz. Məsələn, 100 santimetr istəyirəm. 100 santimetr və yaxud məsəl üçün deyirəm 2026-cı il
Baxın, bu kimi sözlərin sətirdən sətir keçirən zaman bunları da parçalamaq olmaz. Nəyi nəzərdə tuturam? Məsələn, baxın. Ne olsun, bu bizim dəftərimizin cərgəsi, sətirləri, düzdürmü? Məsələn, 100-ü buradan yazıb, santimetri buradan yazmaq olmaz. Düzgün yazma qaydası necə olacaq? Ya bu şəkildə yazmalısınız, ya da yeni sətirdən yazmaq lazımdır. Məsələn, 2000 için zil bu şəkildə də yazılış səhvdir. Neynəyəcəksiniz? Ya sətir sonunda bütöv yazacaqsınız, ya da yeni sətirdən yazmalısınız. Məsələn, faiz də belədir. Məsələn, 78-i buradan yazıb, faizi buradan yazsaz səhvdir. Necə olmalıdır? Baxaq. Ya 8% bu şəkildə yazılacaq, ya da siz onu düşürüb aşağı sətirdən yenidən yazmalısınız. Gəlin indi baxaq. Eynicisi samit qoşağı olan sözlərdə qayda necədir? Məsələn, bilirsiniz də, həttadır, ondan sonra və yaxud tək hecalılarda olan səd sözüdür və yaxud da 8. Gəlin məsələn bu tipdə olan sözlərin sətirdən sətrə keçirilmə qaydasına baxaq. Bunlar sətirdən sətrə keçirdilən zaman, məsələn, hətta sözünü siz nə cür keçirəcəksiniz? Baxın, bu söz keçəndə bu halda etmək səhvdir. Bəzən belə edirlər. Qətiyyən olmaz. Düzgün keçirilmə qaydası necə olacaq? Samitin birini sətrin sonunda, digərini sətrin əvvəlində saxlamaq lazımdır. Hətta və yaxud da baxın, 8 bu şəkildə durub belə yazmaq olmaz. Baxın, səhv necə yazılırlar əksərən. Bu şəkil səhvdir. Bəs bu səd sözündə qayda necədir? Ona da gəlin baxaq. Məsələn, səd sözündə də bəzən belə edirlər. Artıq olmaz. Düzgün keçirilmə qaydası nə cür olacaq, nəzər yetirək. Ya bu şəkildə sətrin sonunda, ya da yeri yoxdursa əgər, yeni sətirdən bu şəkildə yazmaq lazımdır. Mürəkkəb sözlərin də bilirsiniz ki, yarım, da bu şəkildə. Məsələn, bunu keçirilmə qaydası belə olmalıdır. Bu şəkildə yarım keçirilməlidir. Bəzən belə edirlər keçirərkən. Yarıma da. Baxın, bu forma səhvdir uşaqlar. Mütləq şəkildə düzgün keçirilmə qaydası bu şəkildə olmalıdır. İndi isə gəlin vurğu haqqında danışaq. Bu vurğu şagirdlərin necə deyərlər, ən yaralı yerdir. Çünki vurğu bir qayda demərəm mən. Vurğu qarşı tərəfdən, sizlərdən, ümumiyyətlə hər kəsdən diksiya tələb edir. Yəni düzgün, səlis danışan bir insan, bütün sözləri düzgün normada, fonetik normada danışa bilən bir insan, daha doğrusu belə deyim, fonetik normanın tələblərinə uyğun şəkildə danışa bilən hər bir kəs vurğunu asanlıqla tapa bilər. Vurğu ilk dəfədən sizlərə çətin gələ bilər, amma vurğunu düz yazmaq istəyirsinizsə, vurğu ilə bağlı testləri düz yazmaq istəyirsinizsə, uşaqlar mütləq şəkildə bununla bağlı çox test işləmək lazımdır. İndi mən sizə vurğununla bağlı bir neçə qaydaları deyəcəm və burada diqqət olunmalı əsas məqamlardan da biri, vurğu qəbul etməyən tam olaraq 19 şəkilçimiz var ki, bu 19 şəkilçini əzbər bilməyiniz mütləqdir ki, bunlar qəti şəkildə vurğu qəbul etmirlər. İndi əvvəla gəlin vurğu nədir bir ona nəzər yetirək. Vurğu bir sözdür. Vurğunun ümumiyyətlə növləri çoxdur uşaqlar. Vurğunun 3 növü var. Birinci vurğu heca vurğusu adlanır. Heca vurğusu. İkinci vurğu adlanır emosional vurğu. İkinci olaraq məntiqi vurğu. Üçüncü vurğu isə həyəcanlı vurğu adlanır.
Bizim əsas işimiz heca vurğusudur, amma məntiqi və həyəcanlı vurğu haqqında da sizlərə məlumat vermək istəyirəm. Məntiqi vurğu nədir? Məntiqi vurğu biz müəyyən bir cümləni oxuyanda, müəyyən bir cümlə işlədərkən orada müəyyən sözü daha vurğulu deyiriksə, bu adlanır məntiqi vurğu. Məsələn, deyirəm ki, kitab oxu. Baxın, burada mən kitab oxu. Kitab sözünü oxu sözünə nisbətən daha qüvvətli deyirəm. Deməli, burada kitab məntiqi vurğu hesab olunur. Bəs bunu mən tələffüzdə belə etdim. Yazışı necə tapacağam? Yazılışda yadınızda saxlayın. Cümlədə xəbərdən bir əvvəlki söz həmişə məntiqi vurğu hesab olunur. Cümlədə xəbərdən bir əvvəlki söz həmişə məntiqi vurğu hesab olunur. Məsələn, gəlin nümunələr üstündə deyirəm. Deyirəm ki, mağazadan kitab aldım. Məsələn, deyirəm, mağazadan burada rəngini dəyişəcəm. Mağazadan kitab aldım. Bu cümləmin xəbəri nə etdim? Aldım. Haradan, nəyə aldım? Nə aldım? Kitab aldım. Tamamlıq, haradan aldım? Mağazadan. Burada yer zəfliyimdir. Cümləmin xəbəri aldımdır. Aldımdan əvvəlki söz kitab sözdür. Deməli, burada məntiqi vurğu kitab sözünün üzərinə düşür. Mağazadan kitab aldım. Baxın, mağazadan kitab aldım. İndi dəyişə bilərəm əlbəttə bunu mən. Məsələn, bu şəkildə də yaza bilərəm. Kitabı mağazadan aldım. Baxın, yenə cümləmin xəbəri aldımdır. Artıq burada məntiqi vurğu mağazadan sözünün üzərinə düşür. Çünki mən dedim ki, xəbərdən bir əvvəlki sözə baxmaq lazımdır. Kitabı mağazadan aldım. Bu şəkildə deyə bilərsiniz. Yəni, məntiqi vurğunun tapılma qaydası budur. Bəs həyəcanlı vurğu nədir? Həyəcanlı vurğu isə yüksək hiss həyəcanın nəticəsində meydana çıxır. Burada artıq bizim emosiyalarımız işə keçmiş olur. Məsələn, deyirəm ki, ay aman, nə işdi başıma gəldi. Burada ay aman sözünü belə çığıraraq, bağıraraq deyirəmsə, bu artıq məntiqi həyəcanlı vurğu hesab olunur. Of, əlim ağrıdı. Burada of, yəni ağrı çəkirəm. Ay, nə yaman ağrıtdı. Baxın, bunlar hər biri həyəcanlı vurğu hesab olunur. Və isə bunları qoyuruq bir kənara. Bizim işimiz bununla deyil. Bizim əsas işimiz heca vurğusu haqqında. Heca vurğusu nəyə deyilir? Heca vurğusu sözün bir hecasının digərinə nisbətən daha qüvvətli deyilməsinə deyirlər heca vurğusu. Heca vurğusunun tapılma qaydası tapılma qaydasında ən böyük edilən səhv nədir? Sözü uzadaraq tələffüz etməyinizdir. Ümumiyyətlə bu qaydanı əvvəldən deyim. Uzanma ilə vurğu üst-üstə düşməz. Uzanma ilə vurğu üst-üstə düşməz. Bəs o zaman mən vurğunu necə tapacağam? Yadınızda saxlayırsınız. Vurğu ilə uzanma üst-üstə düşmürsə, bu deməkdir, daha doğrusu belə deyim, vurğu ilə dedim uzanma üst-üstə düşmür. Məsələn, gəlin nümunə yazım deyirəm. Təəccüb sözü. Burada düzgün tələffüz qaydası belədir, düzdürmü? Təəccüb şəklində. Və uzanma var burada. Vurğu burada heç vaxt düşə bilməz. Vurğu burada sonda olacaq. Və vurğunun samitin yox, həmişə saitin üstündə göstərilir. Bunu da yadınızda saxlayın. Deməli, uzanma ilə vurğu üst-üstə düşməz. Amma əlbəttə ki, dediyim kimi, bəzən vurğu ilə uzanma üst-üstə düşə bilər. Daha doğrusu gəlin fikirlərimizi ümumiləşdirək. Dedik ki, vurğu ilə uzanma üst-üstə düşməz. Amma istisna qaydaları var ki, bunlarda vurğu ilə uzanma üst-üstə düşə bilər. Məsələn, bunlar bəzən, lakin, daim, daima, yəni və sonra sözləridir.
Bunlar da vurğu ilə uzanma üst-üstə düşür. Məsələn, gəlin birini nümunə yazaq. Məsələn, lakin sözünü gəlin götürək. Lakin. Həmçində deyirik lakin. Və vurğu və həm vurğu, həm uzanma A saatinin üstündədir. Baxın, buna xüsusi diqqət yetirmək lazımdır. Daha sonra vurğuda diqqət olunmalı digər məqamlardan biri çoxaltma dərəcəsini yaradan M, P, R, S samitlərinin yanına çoxaltma dərəcəli sözlərdə vurğu əvvələ düşür. Məsələn, qap, qara. Deyirəm ki, qıp, qırmızı. Yaxud deyirəm, sap, sarı. Daha sonra digər bir qayda. Bilmək lazımdır ki, mürəkkəb sözlərdə əks-səlam vurğusuna düşsə də, bəzilərində əvvələ düşür. Məsələn, ağdam, göy, göl. Və yaxud da deyirəm, ağ, daş. Baxın, bunlar da vurğu, daha doğrusu burada ağ, daş vurğuları bura qoyursunuz. Göy, göl. Bu sözlərdə vurğu əvvəlinci hecada olmuş olur. Daha sonra bəzi məqamlar, qeyd olunmayan bəzi məqamlar oldu. Gəlin onları da nəzərə yetirək sizinlə. Məsələn, bunlardan biri də bitişik yazılan dedik mürəkkəb sözlərdən danışdıqca onlar da əvvələ düşmüş olur. Məsələn, buna tay-batay sözündə misal göstərmək olar uşaqlar. Yadıma düşmüşsən. Hansı sözü misal götürürük? Tay-batay. Baxın, tay-batay. Növ, bənöv. Bunlarda da vurğu əvvəlinci hecada olmuş olur. Əgər sözdə vurğu, məsələn, şəkilçi artırdığım zaman sözə vurğu da öz yerini dəyişmiş olur. Məsələn, nəyi demək istəyirəm, indi sizə izah edeyim. Məsələn, yaz sözü var, yaz. Məsələn, yazlıq dediyimdə, yazlıq şəkilçi artırdığım üçün birbaşa vurğu da bir əvvələ doğru, yəni sona doğru gəlmiş olur. İndi gəldik əsas məsələyə, vurğu qəbul etməyən şəkilçilər haqqında. Ondan da əvvəl bir şey deyim. Vurğu qəbul edəndə bir məna, vurğu qəbul etmədiyi zaman başqa bir məna yaradan sözlər var ki, biz bunları homoqraf deyirik və bunlar amonim sayılmır. Hansı sözlərdir bunlar? Məsələn, alın sözüdür. Gəlin, əkin və səpin sözləridir. Məsələn, gəlin birini götürək. Gəlin bu gəlin sözünü götürək. Nümunələr yazacağam. Məsələn, deyirəm ki, sabah bizə gəlin. Bu feil olduqda vurğu əvvələ düşür. İndi deyirəm ki, gəlin çox ağıllıdır. Burada isə vurğu artıq sondadır. İsim mənası gəlin. Və yaxud da səpin sözünü, əkin səpin sözündən gəlin götürək. Məsələn, deyirəm, bu il buğda səpin. Feil olduqda vurğu əvvəldə. Deyirəm, səpin bol oldu. Burada isim olduqda isə vurğu sonuncu hecanın üzərinə düşmüş olur. Uşaqlar buna xüsusi diqqət yetirin. Bu da öz yerində. Daha sonra məsələn bura bəzi nümunələr göstərə bilərik. Məsələn, bir var komik, bir də var komik. Məsələn, baxın. Komik vurğu o da olduğu zaman da ola bilər. Bu halda isimdir. Amma desəm komik, məsələn film, komik. Burada isə sondadır. Əvvəldə olan halda nitq hissəsi olaraq isimdir. Və vurğusu dəyişməklə ümumi qrammatik mənası dəyişən sözlərdir. Yəni vurğusu dəyişməklə nitq hissəsi dəyişir. Əvvəldə olanda isimdir, sonda olanda isə sifət olmuş olacaq. Və yaxud da məsələn bura elektrik sözündən misal düşə bilərik. Məsələn, elektrik. Əgər vurğu
əvvəldədirsə, elektrik deyirəmsə bu isimdir. Amma məsələn elektrik cərəyanı desəm, bu artıq sifət olmuş olacaq. Və yaxud da akademik sözdə həmçinin belədir. Yenə vurğu əvvəldədirsə, məsələn, deyirəm, akademik. Bu belə olduqda yenə bu isimdir. Amma desəm ki, akademik alim. Yəni sonda olarsa vurğu sifət olmuş olacaq. Və yaxud da şaxta sözünü götürə bilərik. Şaxta. Bu halda şaxta. Şaxta. Bu nədir? Kömür mədənləri mənasında işlənir uşaqlar. İsimdir. Amma sona qoyuramsa şaxta. Yəni soyuq, çovğun mənasında. Belə halda isə sifətli. Deməli, bu kimi sözlər mənası, vurğusu dəyişməklə ümumi qrammatik mənası, yəni ümumi qrammatik məna hansı nitq hissəsi olmaz deməkdir. Dəyişməsi nəzərdə tutulmuş olur. Bu kimi sözlər çoxdur. Bunlara da mütləq şəkildə fikir vermək lazımdır. Məsələn, dimdik sözünə baxaq. Dimdik. Vurğu əvvəldədir. Bu dimdik, yəni düz qamətli mənasında. Bir də deyirəm ki, məsələn, quşun dimdiyi, dimdik. Bu halda isə isimdir. Birinci halda da dimdik. Məsələn, dimdik yerinə görə həm zərf kimi işlənə bilər, həm sifət kimi işlənə bilər. Məsələn, dimdik yeriyir, sifətdir, zərfdir. Və deyirəm, dimdik duruş, sifətdir. Amma dimdik desəm, artıq bu avtomatik olaraq isim olmuş olur. Buna da fikir verək. İndi gəldik vurğunda bağlı əsas məqamlardan biri olan vurğu qəbul etməyən şəkilçilər haqqında danışmağa. Vurğu qəbul etməyən şəkilçilərimiz hansılardır? İlkin olaraq ismi artıran xəbərli şəkilçisi. Məsələn, mən qızam. Vurğu, burada qız sözün kökü, an qrammatik şəkilçi. Vurğu heç vaxt an hecasının üstündə ola bilməz. Mən qızam. Hecasının, yəni qız hecasının üstünə düşmüş, hecasının daha doğrusu üstünə, saatinin üstünə düşmüş olur və yaxud da kitabdır desəm, kitabdır. Vurğu sona düşmür, hecasının üstünə düşmür, kitabdır. Hecasının üstündə olacaqdır. Sonra isim düzəldən gil şəkilçisi. Məsələn, bunun kimi sözlər çox idi. Dayımgil, əmimgil, xalamgil, bu tipdə sözlər. Məsələn, dayımgil özündən əvvələ düşür. Dayımgil və yaxud da xalamgil. Gil hecasının üstündə olmayacaqdır. Mamə şəkilçisi vurğu qəbul etməyən şəkilçisi olur. O halda ki, mamə inkar şəkilçisi olmuş olsun. Məsələn, getmə. Vurğunu sona qoymuram. Özündən əvvələ getmə. Amma biz bu mamə şəkilçisi anonim şəkilçisidir. Bu inkar şəkilçisi olmayıb. Sifət düzəldən şəkilçisi ola bilər. Məsələn deyirəm ki, burma saç. Yəni qızın burma saçı. Burma saç. Bu sözündən bu artıq leksikdir, sifət yaradır və bu vurğu qəbul edir. Burma saç. Vurğu qəbul edir. Amma desəm ki, saçı burma, burada artıq qrammatikdir. Qrammatik isə bu mütləq inkar şəkilçisidir və inkar şəkilçisi olduğuna görə vurğu o hecasının üstünə düşmüş olur. Baxın, buna diqqət yetirmək lazımdır. Daha sonra vurğu qəbul etmək şəkilçilər, zaman şəkilçilərindən sonra gələn şəxs şəkilçilərinə fikir vermək lazımdır. Burada diqqət olunmalı məqam nədir? Məsələn, bir iki nümunə yazaq. Məsələn, yazaq bura oxumuşsunuz. Oxumuşsunuz. Əvvələ düşmüş olur, görürsünüzmü? Və yaxud da gələcəyəm. Burada qeyri-qəti gələcək zamanda. Bunlara fikir vermək lazımdır. Daha sonra idi, imiş, isənin qısaldılmışları var uşaqlar, bilirsiniz. Məsələn, idinin qısaldılmışı dı, imişin qısaldılmışı mışmış, isənin qısaldılmışı olan sasə. Bunlar vurğu qəbul etməyəcəkdir. Məsələn, deyirəm ki, gəlirdi. Vurğu il hecasından düşür. Və yaxud da deyirəm ki, bilirsə.
bilirsə, İsa'ya düşməz vurğu İsa'nın qısaldılmışdır və yaxud da baxacaqmış. Məsələn, nümunə yazaq bunu da bura. Baxacaqmış. Baxacaqmış. Yəni, mış şəkilçisi vurğu qəbul etmədiyinə görə özündən əvvələ düşür. Feili bağlama şəkilçiləri vurğu qəbul etməz. Arkən, araq,ınca, dıqca bunlar vurğu qəbul etmir. Məsələn, çaparaq gəldi. Çaparaq gəldi. Bu çaparaq sözünə diqqət yetirirsiniz. Yəni bunun haqqında ümumiyyətlə danışaq. Çaparaq sözü iki halda işlənə bilər. Bir zərf kimi işlənər, bir də feili bağlama kimi. Əgər orada feili bağlamadırsa vurğu qəbul etməyəcəkdir. Yox, zərf düzəldə şəkilçisi vurğu qəbul edə bilər. Məsələn, çaparaq tez mənasında deyirəm. Uşaq çaparaq gəldi, yəni tez gəldi deyirəmsə, məsələn deyirəm ki, uşaq çaparaq gəldi. Çaparaq gəldi, çaparaq gəldi. Yəni tez gəldi. Onda vurğu qəbul edir. Çünki sözümün kökü çapdır. Araq leksikdir, zərf düzəldən şəkilçidir. Amma deyirəm ki, atı çaparaq gəldi. Çaparaq gəldi, çaparaq gəldi. Burada artıq çap sözün kökü araq qrammatikdir, yəni feili bağlama şəkilçisidir. Feili bağlama olduğuna görə də əlbəttə vurğu qəbul etmir və vurğunu özündən bir əvvəlki hecanın üstünə atmış olur. Buna da diqqət yetiririk. Ondan sonra daha da diqqət yetirilməli soyadlarda da uşaqlar. Məsələn, ov, ova, yev, yeva deyirəm. Məsələn, Həsənova, Həsənova. Ov, ova vurğu qəbul etmir. Həsənova. Hecası ənin üstünə düşmüş olur. İkinci hecanın üstünə düşmüş olur. Məsələn da məsələn deyirəm Davudov, Davudov, Davudov bura düşmüş olur. Və yaxud da deyirəm məsələn Damadayeva, Damadayeva, Damadayeva bura düşmüş olur. Bunlara da diqqət yetirirsiniz uşaqlar. Daha sonra feilin əmr şəkli İkinci şəxsin cəm şəkilçisi vurğu qəbul etmir. Məsələn deyirəm, siz gəlin vurğu qəbul etmir. Düzdürmü? Ə hecasının üstünə düşəcək. Və yaxud da siz yazın, yazın, yazın demirəm, yazın. Bura vurğu düşməz. In hecasının üstünə vurğu düşməz. Daha sonra larlə şəkilçisinə də diqqət yetirmək lazımdır. Bu larlə şəxs sonlu olursa vurğu qəbul etməz. İsim artırılan cəm şəkilçisi isə vurğu qəbul edər. Məsələn deyirəm, onlar yazırlar. Yazırlar. Ların yaz sözün kökü qrammatik, lar qrammatik. Ların üzərinə heç vaxt üzr istəyirəm. Vurğu düşməz. Vurğu ır hecasının üzərinə düşəcəkdir. Irın üzərinə düşəcəkdir. Yəni özündən bir əvvəlki hecan, ikinci hecanın üzərinə düşəcəkdir. Amma əgər cəm şəkilçisidirsə vurğu qəbul edər. Məsələn, kitablar vurğu qəbul edəcək. Hər iki halda qrammatikdir. Amma cəm şəkilçisidirsə vurğu qəbul edər. Şəxs sonluğudursa vurğu qəbul etməz. Zərf düzəldən lalə şəkilçisi. Buna diqqət yetirmək lazımdır. Zərf düzəldən lalə şəkilçisi də vurğu qəbul etmir. Məsələn, cəsarətlə danışırdı. Vurğu qəbul etməyəcək. Ənin üzərinə düşəcək. Burada vurğu cəsarətlə danışırdı. Daha sonra zərf düzəldən casına və həmçinin ən şəkilçiləri də vurğu qəbul etməz. Məsələn, deyirəm, icidcəsinə, icidcəsinə özündən əvvəlki hecanın üstünə atacaqdır. Ən şəkilçisi də vurğu qəbul etməz. Məsələn, casınadır, bir də əndə də həmçinin vurğu qəbul etməyəcəkdir. Məsələn, daxilən sözü. Daxilən, daxilən. Ən vurğu qəbul etməyəcəkdir. Qoşmanın bilirsiz ilə qoşması var. Bu vurğu qəbul etməyəcəkdir. Ca qoşması da vurğu qəbul etməyəcəkdir. İlənin qısaldılmışı lalə vurğu qəbul etmir. Məsələn, Aysunla gedirəm. Belə bir cümlə yazıram. Aysunla. Aysunla gedirəm. Lalə özünün əvvəlki canın üstünə atır vurğunu. Və yaxud da yol boyunca. Boyunca. Özünün əvvəl atacağı da burada vurğu qəbul etməyəcəkdir. Daha sonra uşaqlar sual ədəti olan mı, bu da vurğu qəbul etməyəcəkdir. Buna da
fikir vermək lazımdır. Məsələn, yazdı mı? Yazdı mı? Yazdı mı? Bura düşəcək. Yazdı mı demirik. Daha sonra modal sözlər içərisində məsələn nəyi nəzərdə tutmaq istəyirəm? Fikrin mənşəni bildirən modal sözlər var. Məsələn, oradakı cacə deyirəm ki, zənnimcə sözünü yazaq məsələn. Baxın. Zənnimcə. Vurğu C hissəsinə düşməyəcəkdir. İ-nin üzərinə düşəcəkdir. Özündən əvvələ düşəcəkdir. Sonra zərf düzəldən ən şəkilçisində bayaq dedim. Bir dənəsi qaldı burada. Bir hecalı qoşmaların vurğu qəbul etməməsidir. Cavabdakına tək məsələn bunlardır. Məsələn deyirəm ki, qız tək. Məsələn deyirəm qız tək. Qız tək bitişik yazılan qoşma da vurğu qəbul etməyəcəkdir. Və yaxud da bayaq laləni dedik qısaldılmış. Məsələn deyirəm məktəbədək. Məktəbə qədər birisi qədərlə də sinonimdir. Məktəbədək dək hissəsi vurğu qəbul etməyəcəkdir. Vurğu qəbul etməyən şəkilçilər bunlardır. Əslində bu 19 şəkilçini bilməklə siz vurğu ilə bağlı çox məsələlərə aydınlıq gətirmiş olacaqsınız. Və daha sonra diqqət etmək istədiyim digər bir məsələ var. Bu da xitab məsələsidir. Məsələn, əgər bir söz cümlədə mübtədadırsa, vurğu bir haldadır, amma xitab olanda vurğu əvvələ keçmiş olur. Məsələn, baxın, deyirəm ki, Aysun gəldi. Aysun gəldi. Bir də deyirəm, indi bunu xitaba çevirirəm. Deyirəm, Aysun. Əvvələ keçdi, gördünüz? Aysun, gəl. Bəs yaxşı, sual oluna bilər ki, sual oluna bilər ki, ay müəllim, bəs bu uzun tələffüz olunan sözlərə də mi aiddir? Bəli, eyni məsələdir uşaqlar. Fikir vermək, bu qaydalara fikir vermək lazımdır. Daha sonra mən sizə dedim, sözü dəyişməklə mənası dəyişən sözlər var idi. Amoqraflar, vurğusu dəyişməklə mənası dəyişən sözlər amoqraflardır. Biz sizinlə buna amonimlərdə bir daha qayıdacaq. Ona görə bunun üstə çox dayanmaq istəmirəm. Bu sözlərin heç biri amonim sayılmır. Məsələn, bayaqki səpin, əkin, gəlin. Bunların vurğusu dəyişdikdə olsa da amonim sayılmır. Niyə görə sayılmır? Onu da bir deyim belə qısaca sizə. Çünki biz nə deyirik? Baxın, amonimin tərifi belədir. Deyilişi ilə yazılışı eyni, amma mənaları fərqli olan sözlərdir. İndi mən sizcə bir sözün tələffüz edəndə vurğularını fərqli yerlərə deyirəmsə, o sözləri eyni mi tələffüz edirəm? Məsələn, gəlin, gəlin, səpin, səpin. Sizə mən bunları eyni cürmü tələffüz etdim? Əlbəttə ki, xeyr. Deməli, əgər eyni cür tələffüz etmirəmsə, bunlar amonim hesab oluna bilməzlər. Belə uşaqlar, bugünkü mövzumuz bu qədər. Sizlərə çalışdım ki, mümkün qədər ətraflı, aydın və səlis şəkildə mövzunun izahını verin. Biz bugün sizlərlə həm hecaya uyğun olaraq sözün sətirdən sətrə keçirilməsi və əsas mövzulardan biri olan vurğu haqqında danışdıq. Növbəti dərslərdə görüşərik.